bu mövzuda danışarkən Quran-ı Kərimin bu ayəsini qeyd eləmişdik və söhbətimiz əsasən bu ayə ətrafındadır. Ki Allah Quranda buyurur: "Habbebe ileykumul iman ve zeyyenehu fi qulubikum ve kerrehe ileykumul kufra vel fusuqa vel isyan." Buyurur ki Allah imanı sizə sevdirdi və sizin gözünüzdə, qəlbinizdə gözəlləşdirdi. Və digər tərəfdən də buyurur Allah küfrü, fiski və günahı sizin gözünüzdə çirkin qərar verdi. Hədislərdə var ki bu Allahın insanlara xüsusi hədiyyəsidir, möminlərə. Allah hər adama bunu vermir. Namaz qılan çox ola bilər, oruç tutan çox ola bilər, ibadət eləyən insanların sayı çox ola bilər. Amma bu neymət hər adama verilmir. Bu Allahın xüsusi hədiyyəsidir ki, bir dindar insanın gözündə din gözəl görünə, dinsizlik pis, çirkin bir şey kimi. Bu Allahın mükafatıdır, xüsusi bəndələrinə verir. İnsanın öz kimliyini tanıması üçün bu ayələr lazımdır bizə. Biz bilək ki kimin, hansı dərəcə sahibi. İnsanlar bəzi ayələr var Quranda. Onlar onun üçündür ki biz özümüzü müqayisə eləyək o ayələrlə. Görək ki bu ayələrin göstərdiyi sifətlər, xüsusiyyətlər nə dərəcədə bizdə əks olunur bizim vücudumuzda. Bunlar bizim özümüzü tanımağımız üçün bir fürsətdir. Keçmiş ümmətlərlə Allah qeyb dili ilə danışıb. Qeybdən xəbərlər verib, peyğəmbərlər də cəmaata çatdırıb. Peyğəmbərlər vasitəsilə Allah açıq sözünü deyib keçmiş cəmaata, bizdən əvvəl yaşayanlara. Habillə Qabilin hadisəsini bilirsiniz. İkisi də qurban gətirir. Allah xəbər verir ki sənin qurbanın qəbuldur, birinə deyir səninki qəbul deyil. Yəni o zamanda insanlar Allahdan eşidirdilər. Peyğəmbərlər vasitəsilə bilirdilər ki əməl elədim, qəbul oldu yoxsa yox. Allah qeybdən çatdırırdı. Həvarilər, Həzrət İsa'nın yaxınlarına həvari deyilir. Həvarilər 40 gün ibadət elədilər, sonda qurban kəsdilər. Hamısının qurbanı qəbul oldu, birininki qəbul olmadı. Allah İsa aleyhissalam vasitəsilə xəbər verdi ki onlardan birinin qurbanı qəbul olmayıb. Adını da dedi kimin. Və ona çatdır ki qurbanı qəbul olmadı. Səbəb nədir? Səbəb budur ki bu hərdən sənin peyğəmbərliyinə şəkk eləyir. Ürəyində şübhə var. Peyğəmbər ona çatdırdı. O getdi, özünü islah elədi, düzəldi. Amma bizim zamanımız belə bir zaman deyil. Ki bizə cavab gəlsin göydən, elədiyimiz əməllər barədə. İndi tamam fərqli davranır Allah insanlarla. Açıq, aşkar əlamət qoymayıb. İbadət qəbul oldu, olmadı. Mənim özümü Allah qəbul edir, yoxsa yox. Açıq, aşkar bildirmir, amma əlamətlər qoyub. Müəyyən əlamətlər vasitəsilə bilmək olar. Məsələn, hədislərdə var ki, bir insan tövbə elədisə, tövbədən sonra yaxşı iş görməyə müvəffəq oldusa, əlamətdir ki, tövbəsi qəbul olub. Bu onun əlamətidir. Yaxud da bir yaxşı iş gördüsə, sonra günah elədisə, bəllidir ki, bunun yaxşı işini Allah qəbul eləməyib. Bu əlamətlərdir. Peyğəmbərin zamanında İbn Abbas deyir ki, biz münafiq olub olmamağımızı bir meyarla ölçürdük. Allah əlini qərar vermişdi. Peyğəmbər buyurdu ki, əli meyardır, imanın meyarı. Kim əlini sevirsə, bəllidir ki, mömindir. Kim əli ilə düşməndirsə, ya əlini sevmirsə, bəllidir ki, münafiqdir. Biz münafiqləri belə ayırt elirdik müsəlmanların içində. Əliyə münasibətlə bilirdik ki, həqiqətdə bu insan mömindir, yoxsa yox. Və bu ayə ki mən oxuyuram neçə cümədir, bu ayə əlamətlərdən biridir ki biz imanı kamil insanıq yoxsa yox. Bunu hardan bilək? O əlamətlərdən biri budur ki insan baxsın görsün, dini sevirsə, namaz qılır yox. Namazı sevirsə, dindən ləzzət alırsa, dini gözəl görürsə, dinin gözəlliyini bütün vücudu ilə hiss edirsə və digər tərəfdən dinsizliyə nifrət edirsə, dinsizliyə qarşı ürəyində ikrah varsa, iğrənirsə dinsizlikdən, günahdan, fəsaddan, bu göstəricidir ki insanın imanı kamildir. Bu insanın imanının göstəricisidir. Bu bir əlamətdir.
Uzun müddətdir neçə cümədir mən dinin gözəlliyindən danışdım. İcazə verin bir neçə dəqiqədə onun əks tərəfindən danışım. Küfrün çirkinliyindən danışım. Nöqtə-i müqabilindən, müqabil nöqtəsindən danışım. Küfrün çirkinliyini hiss eləmək, dinsizliyin eybəcərliyini dərk eləmək, dinsizliyə qarşı ikrahla yaşamaq. Bu çox çətin işdir. Dinin gözəlliyini başa düşməkdə çətindir. Amma mən alimlərin kitabında görmüşəm ki, dinsizliyin çirkinliyini anlamaq dinin gözəlliyini başa düşməkdən daha çətindir. Bu daha çətin məsələdir. Dinin gözəlliyini başa düşmək çətindir. Elə bilməyin, asan məsələdir. Heç kəs də bu iddianı eləməsin. Ki, doğrudan da mən dindən ləzzət ala ibadət edirəm Allaha. Çox az adam buna nail olur. Amma bundan da çətini budur ki, dinsizliyin nə qədər pis şey olduğunu insan anlasın. Küfrün, dinsizliyin çirkinliyini görsün. Bunu anlatmaq da çətindir. Başa salmaq da çətindir. İzah eləmək də çətindir. Mənəviyyatsız inkişafın çirkinliyini gəlində cəmaata başa sal. Cəmaat onların küçəsində gəzmək üçün minlərlə manat pul xərcləyir ki, getsin onların şəhərlərində, küçələrində istirahət eləsin, gəzsin, dolansın. Heyrandır onların həyat tərzinin gözəlliyinə. Mən demirəm müsbət şeylər yoxdur. Mənim sözümü xahiş edirəm düz başa düşün. Çünki biz bir-birimizi 1 ildir, 2 ildir tanımırıq. Mənim söhbətlərimdən də xəbərdarsınız. Mən kör-körənə nəyisə tənqid eləməyin tərəfdarı deyiləm. Mən mahiyyətdən danışıram. Yoxsa bu o demək deyil ki, qərbdə heç yaxşı bir şey yoxdur, bizdə hər şey yaxşıdır. Təbii ki, mən bu dərəcədə bəsit iddia eləmək istəmirəm. Mənim sözümün kökü var. O kökü düzgün anlamağınızı xahiş edirəm. Söhbət mənəviyyatsız inkişafın mahiyyətinin çirkinliyindən gedir. Hansısa müsbət xüsusiyyətləri danmaq olmaz. Amma mənəviyyatsız inkişaf mahiyyət etibarı ilə nə qədər çirkindir. Bunu müasir dövrdə insanlara anlatmaq çətindir. Çünki insanlara göz qamaşdıran gözəllik göstərirlər. Cəmaat heyran qalıb qərb mədəniyyətinin qarşısında. Cəmaat arzu edir ki, getsin qərbin hansısa bir, Avropanın hansısa bir şəhərində dincəlsin, orada o gözəlliyi seyr eləsin. Şeytan da ki, Quranda buyurulduğu kimi daha da çox bəziyir. Küfrü bəziyib imanı çirkin göstərir. İmansızlığı gözəl, dini çirkin göstərir. Allahın elədiyinin əksini eləyir. Allah ki buyurur, dini sizə gözəl göstərirəm, dinsizliyi çirkin, xüsusi möminlərə. Şeytan bunun əksini eləyir. Dinsizliyi gözəl göstərir, dini çirkin. Şeytan və şeytana xidmət edən bütün bu məktəblər. Pis insan nümunəsindən danışarkən dindar canlandırırlar cəmaatın gözündə. Sovet dövründə din xadimi məsxərə obyekti idi. Yaşlı adamlar təsdiq edirlər. Cavanlar bəlkə də bilmir. Lətifələr, məsxərə o istiqamətə yönəlirdi. Belə deyək, mənfi personaj idi bütün ədəbiyyatda din xadimləri. Gülüş obyekti idi. Bizim maarifçilərimiz var, hərdən mən gileylənirəm. Onlardan deyirlər ki, maarifçilər xurafatı tənqid edib. Mən deyirəm, yaxşı eliblər, xurafatı tənqid ediblər. Amma müqabilində bir neçə dənə də əsər yazıb dinin gözəlliyini də göstərərdilər. Bunu da eləyərdilər. Təəssüf ki, bunu eləməyib bir çoxu. Heç bilinmir nəyi tənqid edib. Bəzən xurafatı, məfhumatı haqlı olaraq tənqid edib, bəzən isə gedib elə dində olan bəzi hökmləri də tənqid edib. Xurafat, məfhumat tənqid olunması yaxşıdır, amma bəzən dinin özü gülüş predmetinə çevrilir. Bizim bir təşkilatımız olub, gənclər təşkilatıdır. Biz özümüz bu işi görmüşük. Biz o zaman səhnəcilər düzəldirdik. Orada din xadimləri, o belə deyə də dırnaq arası din xadimləri tənqid olunurdu və bizə bəziləri irad tuturdu ki, siz bunu eləməyin, kimlərsə təhrik olunar filan.
Biz o zaman da deyirdik ki, bunu başqaları eləməkdənsə özümüz göstərsək yaxşıdır. Amma çalışırdıq müqabilində, bunun müqabilində həqiqi dinin gözəlliyini də göstərək. Bunu çalışırdıq eləyək. Yəni tənqiddən söhbət getmir. Söhbət bundan gedir ki, mənfi nə var özünü dindar kimi təqdim edən insanlarda qabardılır. Din adına təqdim olunur. Qara rəngdə təqdim olunur. Boz rəngdə. Gülməli şəkildə. O dəfə də dedim, Əli əleyhissalamın hədisidir. Tərsinə geyilmiş kürk məsələsi. Bu şəkildə din təqdim olunur. Və bugün də xeyli iş görürlər bu istiqamətdə. Görürsünüz necə dindarlıq təbliğ olunur. Dünya mətbuatına baxın. O görüntülər ki, göstərirlər ki, bir insanın ciyərini kəsib yeyir. Bunu heç bir normal insan eləməz. Bunu namaz qılan, ibadət edən adam insanın ciyərini kəsir, çıxardır, yeyir, göstərirlər ki, bu din, İslam budur. İnsanların başı ilə, üzr istəyirəm, görmüsünüz o görüntüləri, futbol oynayırlar. Bu görüntüləri bütün dünya görür. Bu onsuz da böyük faciədir. Hansısa bir insan başı ilə o cür həqarətlə davrana, ən faciəlisi də budur ki, bunu din adı ilə eləyirlər. Bu daha böyük dəhşətdir. Bu dəhşəti hansı sözlə, necə fəryad eləyə insan izah eləyə ki, Peyğəmbərin dinini gör hansı rəngdə təqdim eləyirlər. Və bunlar cənnət iddiasındadır. Bunlar küfrlə döyüşmək iddiasındadır. Bu insanlar. Və bu da tirajlanır, dünyaya təqdim olunur. Həmin o şeytanın dediyi, dini çirkin göstərmək yoludur bu. Mən bir söz dediyim sizə, əslində bəzi hallarda, bunu da mən son dövrlərdə görmüşəm ki, xurafatı, radikallığı tənqid edirlər. Deyirlər, din bu deyil, din mütərəqqi olmalıdır, din filandır, amma baxırsan, görürsən, ürəyində dini elə tənqid elədiyi kimi görmək istəyir. Dediyi sözlər boş sözlərdir. Xüsusilə bu son hadisələrdə mən gördüm, özünü liberal kimi, mütərəqqi insan kimi təqdim edən bəzi yazarlar gəldilər, o radikal cərəyanları müdafiə eləməyə başladılar. Baxırsan, zahirən 180 dərəcə fərq var bunların baxışlarında. Amma onu niyə müdafiə edirsin ki, o olmasa bunun bazarı bağlanar. Gərək o olsun ki, onu tənqid eləməklə gün keçirsin bu. Əslində elə arzusu budur ki, din bu gündə olsun, dildə deyir, din gərək belə olmasın. Amma elə o tərif elədiyi xüsusiyyətlərə malik olan dindardan da sözünün xoşu gəlmir. Heç öz onu bəyənmir. Qısası dini bugün çirkin göstərmək, bugündən söhbət getmir. Həmişə belə olub, bugün də xüsusən. Dinsizliyi gözəl göstərən təbliğat maşınının müqabilində dini gözəl göstərib, dinsizliyi çirkin göstərmək vəzifəmiz var. Və bu çox çətin vəzifədir. Bu nəhəng təbliğat maşınının müqabilində dini həqiqi mənada o gözəllikləri nümayiş elətdirmək və dinsizliyin çirkinliklərini göstərmək çox çətindir. Cəmaatın bir qismi bütün müsəlman ölkələrində qərbə pərəstiş eləyir. Bu dəstənin müqabilində gəlin dedinən ki, onun mahiyyəti çirkinlidir. Onu gəlin də başa sal. Eşitmək istəmirlər. Eşitməyə halları yoxdur. Dinsizliyin eybəcərliyini, çirkinliyini görmək, dinin gözəlliyini görməkdən daha çətindir. Əlini sevmək daha asandır, nəinki əlinin düşməninə nifrət eləmək. Əlinin düşməninə nifrət eləmək, əlini sevməkdən daha çətin məsələdir. Çünki çirkinlik özünü rahat göstərmir, gözəl simanın arxasında gizlənir. Və əsas insanları çaşdıran budur. Üzə çıxartmaq çətindir. Mahiyyət zahirin arxasında gizlənib, zahiri çox gözəl göstərirlər. Arxadan onu tapıb üzə çıxartmaq çətindir. Məsumların mən deyərdim ki, ən çətin işlərindən biri o küfrün mahiyyətini üzə çıxardıb göstərməkdir. Necə çıxardırdılar? Hansı şəkildə? Bir şəkildə, müqavimətlə.
küfrün qabağında, zülmün qabağında müqavimət göstərməklə onların çirkinliyini üzə çıxardırdılar. Müqavimət olmasa bu üzə çıxmırdı. Xanım Fatimə-i Zəhranın zamanında Həzrəti Zəhra balaca müqavimət göstərdi, gördün nə cinayət elədilər. Bütün mahiyyətləri üzə çıxdı. Əvvəldən bilməzdin. Xanım Zəhra olmasaydı, onların həqiqəti hələ də indiyəcən heç çoxu başa düşmür. Amma Həzrət Fatimə tək başına o eybəcərliyi, o imansızlığın, dinsizliyin çirkabını üzə çıxartdı. İmam Hüseynin Kərbəlası da bunun üçün idi. İmam Hüseyn müqavimət göstərdi, gör nələr elədilər. Cəmaatın içində bilirsiniz nə qədər dinsizlər var. Bir nəfər alim deyir ki, maşallah nə qədər şimirlər var millətin içində. Doludur insanların içində. Məscid əhlinin içində çoxdur. Elə bilirsiniz, elə o zamandaydı. Bu zamanda da, hər zamanda da var. Amma belə vaxtda bilinmir. Bir balaca çalxalanma görürsən ki, nə qədər üzə çıxdı. Müqavimət göstərib məsumlar. Zülmün qabağında dayanan kimi o başlayıb batınını üzə çıxartmağa. Xocalı faciəsinin il dönümünü qeyd elədi. Hər il insan baxır, görürsən bunu eləyən insanlardır. Bu nəyin nəticəsi idi? O cəmaatın dayanmasının, cəmaat əvvəldən qaçıb kəndi tərk eləsəydi, heç bilinməzdi düşmən kimdir. Bilinməzdi kimdir. İnsanlar ki, qaldı axır məqama qədər, bir dəstəsi də müqavimət göstərdi. O müqavimətin nəticəsidir ki, onların kimliyi üzə çıxdı. Dünyanın hər yerində belədir. Başqa yerlərə də baxın. Harada müsəlmanlar öz haqqını tələb eləyir, baxın görün insan haqlarından danışanlar, o gözəl sözlərin arxasında maskalanıb gizlənənlərin əməllərinə baxın. Necə körpə uşaqlar öldürür, heç ufda demir. Amma o olmasa heç kəs inanmaz ki, bunlar bu mahiyyətdədirlər. Bunların qabağında dayanan olanda bilinir ki, bunlar kimdir. Bunların mahiyyəti o zaman üzə çıxır. İman üçün iki xüsusiyyət var. Bir dini sevmək, haqqı, həqiqəti sevmək, bir də haqsızlığı sevməmək, haqsızlığa nifrət eləmək, batilə nifrət eləmək. Şeytan bəziyir, düzəyir, gözəl göstərir. Doğrudan da çətindir bugün. İnsan ikrah eləsin. Bax, o bəzi mədəniyyət ki, axını var. İnsanları valeh eləyir. Hərdən insan imanın göstəricisi budur ki, ona ikrahla yanaşsın, ondan iyrənsin, üzr istəyirəm ifadəmə görə. O gözəl görünüşün arxasında dayanan o mənəviyyatsızlıqdan iyrənsin. Bu insanın ruhunun sağlamlığının əlamətidir. Necə pis qoxu insanda kərahət yaradır. Bir nəfər soruşdu ki, alimlərdən birinə dedi ki, məsum imamlar nə cəbbəs deyirlər, heç günah haqqında düşünməyiblər də. Bu necə olur? Adam heç günah haqqında da düşünməz. Dedi ki, üzr istəyirəm, sən nəcis haqqında düşünə bilirsən? Nəcis. Dedi, yox. Dedi ki, onlar, günah onların gözündə elə cilvələnir. Günahın həqiqətini görüblər. Günah həqiqətdə ondan başqa bir şey deyil. İnsan bu halətə gəlib çatmayanacan imanı kamil olmaz. Meyl eləməmək, heç ikrah yaransın insanın içində. Bunu hər adam hiss eləmir. Hərdən olub mən məsələn, gün ərzində bəzən, məsələn, neçə saat insan oxuyur bəzi xəbərləri filan. Sonra görürsən ruhunda bir ağırlıq yaranır. Söhbət fəsaddan getmir. Ki, orada fəsada, əxlaqsızlığa baxmırsan. Sadəcə olaraq o xəbərlərin arxasında dayanan o niyyətlər, o qara mahiyyət, çirkinlik gəlir, sirayət edir, o ruhiyyələr insanın ruhuna ağırlıq yaradır. Bunu adam hiss eləyir bəzən. Bax, bunu hiss eləmək iman əlamətidir. Amma tam mənada hiss eləmək. Övliyalar buna çalışıb, məsumlar buna çalışıb ki, imansızlığın çirkinliyini insanlara göstərsinlər.
İmam Hüseyin əleyhissalam Kərbəlası ilə Məhərrəm ayı deyil, amma istəyirəm Məhərrəmə işarə edeyim bu mövzu ilə bağlı. Çünki Məhərrəm bu məsələnin ən gözəl nümunəsidir. İmam Hüseyin əleyhissalam bu müqaviməti ilə çalışdı ki, çirkinliyini göstərsin. Küfrün, imansızlığın, zülmün çirkinliyini göstərsin. İmam Hüseyin asanlaşdırdı bizə işi. Özü müqavimət göstərməklə göstərdi ki, bunların yalan sözlərini anlamayın. Bax, bunların zahiri budur. Şeytan ki, çalışır onları gözəl göstərsin. İmam Hüseyin bir iş gördü ki, hər zaman üçün kifayət eləyər. Vacib deyil hər zamanda bu olsun. O bir dəfə bu işi gördü, dedi ki, bu mahiyyətdə olan insanların içi bundan ibarətdir. Batini budur. O çirkinlikləri üzə çıxartdı. İmam Hüseyin alt üst elədi şeytanın planlarını qiyamətə qədər. Vacibdir hər dövrdə bir Hüseyin çıxsın. O bir dəfə onu elədi, dedi, bu sizin üçün bəlli olsun ki, bunlar budur. Hamısı budur. Axıra qədər yaşayanların, hamısının həqiqəti, mahiyyəti budur. Ona görə deyirlər, uşaqları niyə aparırsan, körpələri niyə aparırsan? Niyə aparırdı? Ona görə ki, göstərsin ki, yəni bunların qabağında biraz dayan, gör kimdir bunlar. 3 yaşlı uşağı da öldürəcək, 6 yaşlı uşağı da öldürəcək. Amma olmasa inanmır cəmaat. Yox, eləməzlər. Da o qədər də yox. Amma Allah bunu başa salır. Ki, bunların mahiyyəti budur. Nə qədər özlərini bəziyib düzəsələr də həqiqətləri budur. Bunların mənfəətinə toxun gör nə olur. Mənfəətinə toxun, quyruğun üzr istəyirəm tapdala, gör nə olur. Gör kimdir, gör nə əcdaha yatıb bunun içində. Nə qədər eybəcər mahiyyəti var. Əlbəttə, söhbət sadə adamlardan getmir. Biz günahkara nifrət eləməməliyik. Günahkarın günah əməlinə nifrət eləməliyik. Günahkarı da sevməliyik. Hətta başqa dindən də olsa, bugün insanlar bilmədən günah elirsə, mən burada insanlara nifrətdən danışmıram. İnsanların pis əməlinə nifrətdən danışıram. Və o küfrün təbliğat maşınına nifrətdən danışıram. Bir hədis deyirəm, sözümü yekunlaşdırmaq istəyirəm. 3 dəstə insan var. Bu hədislər yazılsın, yadigar qalsın. 3 dəstə insan var. Tuhaful Uquldadır bu hədis. Buyurur ki, 3 dəstə insan var ki, Allah onların üzünə baxmaz qiyamətdə. Nəzər eləməz. Bilirsiniz, bir dənə sizə söz deyim. Qiyamətdə cəhənnəmə gedənlər də var. Allah onlarla danışacaq. Nəzər eləyəcək onlara. Sonra da cəhənnəmə gedəcəklər. Amma qiyamətdə Allahın nəzər eləməməsi bir şəxsə ən böyük əzabdır deyirlər. Allah nəzər eləmir, o mənada yox, görmür. Yəni etina eləmir. İndi o necə təzəssüm olur? Orada insan hiss edir ki, Allah məni belə deyə adam yerinə qoymur. Deyirlər, qamətin ən ağırlı əzablarından biri budur. Orada çox çətindir, pisdir o, pis haldır. İnsanlar deyir, yalvarar ki, ilahi, məni cəhənnəmə apar, amma bir nəzər elə, danış mənlə. İnsanlar ona müştaq olarlar qiyamətdə. Orada cəmaat buradakı kimi həyasız olmur. Cəmaat deyəndə hamıya aid deyil. Burada həyasız bildiyimiz insanlar deyirəm. Təbii ki, cəmaat həyasız deyil. Yəni orada insanların həyası çox olur. Orada insan öz əslinə qayıdır deyə Allah həyalı eləyib rüsva eləyir. Dərd budur. İndi burada bəzisinə deyirsən, günah eləmə dirəcəb eləyirəm. Amma orada onu deyə bilmir. Orada bilir nə qədər pisdir və çox utanır, xəcalət çəkir. Oranın qayda qanunu fərqlidir. İndi həmin o gün ki, ən ağır əzab budur ki, Allah insana nəzər yetirməz, buyurur 3 dəstəyə baxmayacaq Allah. Bir aydındır, imamın haqqını qəsb eləyənlər, Allah onlara nəzər eləməz. 2, imamlarla vuruşanlar, haqq olan imam, haqqa qarşı vuruşanlar, bu da aydındır. 3-cü kim olsa yaxşıdır. 3-cü buyurur ki, bu ikisinə zərrə qədər ürəyində rəğbət olanlar. Zərrə qədər ürəyində rəğbəti varsa, bu iki dəstəyə, onlara da Allah qiyamət gündə nəzər eləməz. Bir insan ibadət eləyir, namaz qılır, oruç tutur, həccə gedir, zəkat verir, bütün əməlləri yerinə yetirir, amma ürəyində
o zalimlara qarşı, hər zamanda yaşayan zalimlara qarşı bir zərrə qədər rəğbət varsa, bir zərrə qədər, onun imandan bir zərrə qədər payı yoxdur. Namaz qılmağına baxmayın. Dinin məntiqi budur. Fəsada, onun banilərinə, nifrət ürəyində olmayan, ikrah ürəyində olmayan insanlarda imandan əsər əlamət yoxdur. Haqqı sevmək azdır. Haqqın müqabilində batilin çirkinliyini görüb ondan uzaqlaşmaq vacib şərtdir. Haqqı sevmək az məsələdir. İnanın ki, imamların düşmənləri hamısı ürəyin dərinliyində onları seviblər. İnanın mənə. Çünki onları sevmək fitri hissdir. Muaviyyənin yanında Əlidən danışanda Muaviyyə də ağlayıb. Xanım Zeynəb Təlli Zeynəbiyyədə dayanmışdı. İmam Hüseynin başın bədənindən ayırırdılar. Ən həssas məqamı idi Kərbəlanın. Xanım Zeynəb baxır Ömər Sədə, deyir Ömər Səd, sən baxırsan, axı Ömər Sədin əvvəli biz elə Ömər Sədin pis sözlərini eşitmişik, amma cəmiyyətdə baxış başqa idi Ömər Sədə. Bizim təsəvvürümüz fərqlidir. Ömər Səd dindar adamlardan biri, Əhl-i-Beyt tərəfdarlarından biri, əvvəli. İndi Yezid qoşununun komandanıdır, başçısıdır. Xanım Zeynəb baxır təllin üstündən görür qardaşının başını kəsirlər. Ağlaya-ağlaya deyir, Ömər Səd, necə ola bilər ki, sən baxırsan qardaşım Hüseynin başını kəsirlər? Deyir, bu yerdə yazırlar ki, Ömər Səd şiddətlə ağladı. Mənası nədir? Mənası budur, yəni onun ürəyində İmam Hüseynin məhəbbəti var idi. Fərəzdək şair idi, nə gözəl demişdi. Deyirdi, qulubuhum mək, suyufuhum aleyk. Deyir, onların qəlbi səndəndir İmam Hüseyin ağa dedi. Qılıncları əleyhivədir. Haqqı sevmək bir o qədər hünər deyil. Kərbəlada olanların, İmam Hüseyini öldürənlərin hamısı haqqı sevirdi. Onların əsas nöqsanı buydu ki, batili tanımamışdılar. Batilə rəğbətləri var idi. Haqqı sevə-sevə batilə rəğbəti də ürəyində saxladı. Nəticə belə oldu ki, haqqa düşmən oldu. Aydındır məsələ? Məsələ bu qədər həssas məsələdir. İnsanın günahdan qaçması azdır. Günaha nifrət eləməsi lazımdır. Günahdan iyrənməsi lazımdır. Bu mərtəbə möminlərin mərtəbəsidir, möminlərin dərəcəsidir. İnsan günahın banilərini, zülmün banilərini görə tanıya və onlara nifrət eləyə. Bunun xeyri budur ki, onların əməlini də tərk eləyəcək. Bir adamın doğrudan da zülmə nifrəti olsa, desin Yezid şərab içib kifayətdir ki, şərabı tərk eləyə. Cəhənnəmdən danışmasın da kifayətdir. Bilə ki, Allahın düşməni bu işi görür. Və sözümü tamamlayıram. Bu sözlə ki, İmam Hüseyin əleyhissalamın Kərbəlasında soruşsalar ki, əsas məqsəd nə idi? İmam Hüseyin bizə özünü sevdirmək üçün o işi gördü, yoxsa düşmənlərinə nifrət yaratmaq üçün? Mən deyərəm ki, bizə özünü sevdirmək üçün o qədər məzlumiyyətə ehtiyac yox idi. İmam Hüseyin məhər məzlum olmasa sevilmir. Düzdür, məzlumiyyət biraz kömək eləyir onu sevməyimizə. Amma onlar elə mahiyyətcə belə insanlardır ki, onları görəndə sevməmək olmur. Onun əsas məqsədi haqqın qarşısında dayanan insanların eybəcərliyini və çirkinliyini qiyamətə qədər biz insanlara göstərməkdir. Yara görmüsünüz, çirk içindədir. İçərdədir, bilinmir. Sıxırsan, üzr istəyirəm belə misallara görə. Amma bu batilə başqa misal nə çəkim? Onu sıxırsan, içinin çirki üzə çıxır. Bax, İmam Hüseyin əleyhissalam və bütün məsumlar onlara müqavimət göstərməklə o yaranın mahiyyətini üzə çıxartdılar. Onların çirkabını üzə çıxartdılar. Və müminin əlaməti Quranda buyurulduğu kimi haqqı sevmək, haqqı gözəl görmək, haqqın müqabilində dayanan nahaqqı çirkin görmək və ondan çəkinmək və ona ikrah etməkdir. Bu, mümin insanın əlamətidir.